Əgər əlləriniz gecələr çox ağrıyırsa və onu gecə dəfələrlə qalxıb əlinizi sirkələmək bir ehtiyacınız olursa və hətta ki, əlinizdə tutduğunuz əşyaları, alətləri əlinizdən tez-tez qavrayamayıb yerə salmaq məcburiyyətiniz olursa, bunun səbəblərindən biri karpal tunel sindromu dediyimiz problem ola bilər və bunun da səbəbi bilək səviyyəsində orta sinir dediyimiz sinirin sıxışması nəticəsində, bu xüsusən 3 barmaq səviyyəsində çox şiddətli ağrı, paresteziya və bəzən bu əzələlərin zəifləməsi, atrofiyası kimi belə bir əlamətlər ortaya çıxa bilər. Əgər xəstənin belə bir şikayəti varsa, mütləq şəkildə EMG dediyimiz xüsusi bir müayinə var. O müayinədən keçirilməlidir. Orta və ortadan daha şiddətli bir karpal tunel sindromu, belə bir problem aşkarlanarsa, onun da artıq cərrahi olaraq sinirin azad edilməsi əməliyyatı icra olunmalıdır. Yerli keyitməklə bir çox hallarda bəzən sedasiya, yəni ümumi anesteziya ilə, amma çox hallarda yerli keyitməklə biləyin orta hissəsindən kiçik bir kəsikdən girilərək həmin sinir tamamilə azad olunur. Bu halda da xəstələrin böyük əksəriyyətində də çox yaxşı nəticələr əldə olunur və xəstə demək olar ki, şikayətlərindən tamamilə azad olur.